Listening veya mətnlərimiz əla deyiləcək səviyyədədir. Ancaq bir problemimiz var. İngilis dili yazan zaman qrammatikada çox zaman problemlər yaşayırıq. Və önümüzdə həqiqətən də 2-3 həftə, 10-15 gün deyiləcək qədər qısa bir vaxt qalıb. Bəs mən bu qısa müddət ərzində ingilis dili təkrarlamaq istəyirəm. Bütün mövzuları çatdıra bilməyəcəm. Nə etməliyəm? Qrammatikadan xırda, primitiv nələr etməliyəm? Bugün bu videoda ingilis dilindən qrammatika üzrə buraxılışa necə hazırlaşmaq olar, onu müzakirə edəcəyik. Burada öz istifadə etdiyim taktikalarım, plan cədvəlim, ara sıra da qaydalardan kiçik nüanslar verəcəm ki, video boyunca bunları daha yaxşı dərk edə bilərsən. Və çox xahiş edirəm, videoya başlamazdan öncə əlinə bir qələm və dəftər al və mən maddələri dedikcə sən də ora not et və özündə tətbiq et, çünki qaydalardan da müəyyən qədər mövzulara toxunacam. Kanalıma xoş gəldin. İlk və qızıl qanunumuz bu olardı. Bütün qaydalara baxma. Çünki həqiqətən də çatdıra bilməyəcəksən. Başdan oturub baxsan, ən azı yanvar ayına qədər olan proqrama güc-bəla ilə çata biləcəksən ki, əgər hər gün 2-3 saat ingilis dili qayda ilə məşğul olduğunu nəzərə alsaq. Otur və vicdanlı bir şəkildə özünə de ki, məsəl üçün Meyrac, mən ingilisdə hansı qaydalardan zəifəm? Məsələn, to be-ni bildim. Məsəl üçün zamanlardan biraz zəifəm, zamanları təkrarlaya bilərəm. Sonra passive voice-um zəifdir, onu biraz təkrarlaya bilərəm. Interrogative sentence-dən yaxşıyam, kompleks obyektim zəifdir, onu təkrarlaya bilərəm deyə oturub düzgün, dürüst şəkildə bir dəftər götürəcəksən və sırf zəif olduğun qaydaları ora yazacaqsan. Deyə bilərsən, Meyraz, mən tənbələm, yaza bilmirəm adlarını. Götürürsən ingilis dilinin, məsələn, Nərgiz Nəcəf qayda oxuyursan, başqa bir nəşrin qaydasını oxuyursan, o qayda kitabının önündə hər zaman mündəricatda mövzular yazır. Baxırsan o mövzulara, bilmədiyin mövzunun qarşısına çıx qoyursan və həll etdikcə o mövzunun qarşısına plus atırsan. Məsələn, nə qədər çıxın varsa, tutaq ki, bir 60 qayda bilmirsən. Önümüzdə də olsun, atıram 15 gün. Deməli, günə 4 dənə qaydanı mən öyrənməliyəm ki, tərtəmiz qaydaları qutarım. Və çalış bunda nəzərə al. Bu günü bir də imtahana bir gün qalmış. Yəni 8 mart, əgər birinci zonasansa 8 mart, ikinci zonasansa 14 martı sayma. Yəni günlərdən sayma, çünki həmin gün bizə istirahət biraz lazım olacaq və bir gündə az saymalısan ki, qonaqlıq olar, gəzmək olar, bir iş çıxar, vacib bir şey olar. Həmin gün nəzərə alıb da qayda oxumadığın gündə tez bir zamanda kompensasiya edib düzgün bir şəkildə yenidən ingilis dilini bərpa edə biləsən. Əsas risk olan qaydalar hansılardır? Düzdür, bütün qaydalar deyə bilmərəm, amma 60-70% riski olan qaydalar bunlardır. Interrogative sentence, passive voice, complex object, article bəhsi və ən əsası zaman bəhsi. Bunlara üstünlük verməyə çalış. Bu qaydalara daha çox oxu, primitiv yerləri təkrarla və bu arada let make qaydasına da bir baxmanı tövsiyə edirəm, çünki müasir proqramda bunu salacaqların neçə dəfə vurğulayıblar. Tək xəbər, cəm xəbər o xüsusiyyətlərə də diqqət yetir. Bu ara sınaqlara daha çox salındığına görə imtahanda da o tip suallar gözləniləcəkdir. Definition sualı gəldi. Tutaq ki, qarşımızda 3 bəndli bir definition sualı var və biz bu sual zamanı nə edə bilərik? İmtahandasan, tutaq ki, belə edəcəksən. Məsələn, cümləni definition əzbərləməyinə ehtiyac yoxdur. Məsələn, artıq bir definition lüğətin var, əzbərləyirsən, deyirsən ki, mən definition əzbərləyə bilmirəm. Bax, hər zaman bir definition içində açar bir söz olur. Yəni, məsələn, bir cümlə yazır, onun içində açar bir söz olur. Məsələn, sign sözü olsun, scenery olsun, mənzərə sözü. Baxırsan definitiona, orada yazıb different landscape. Landscape də mənzərə deməkdir. Görürsən, scenery var, mənzərə var, götürdün. Bir cavabın getdi, sənə 3 bənd verəcəklər, birini həll etdin. Və baxırsan, görürsən, o bir bəndə aid cavab varsa, elə onu işarələyirsən. Çünki, məsələn, digər sözləri bilməyə bilərsən, bu sənə qazandıra bilər. Definition sualını yazmaq üçün bəndlərdəki sözlərin ən azı ikisini bilməlisən ki, üçüncünün mənası özü çıxsın. Yəni, bu çox gözəl bir şeydir. Məsələn, mən artıq 2 sözü bilirəm, tutaq ki, 1 sözü bilmirəm deyə avtomatik olaraq sualı düz yazmış oluram və bu da həm də məni motivə edir və o sualdakı sözü də öyrənməyimə kömək edir. Əgər bir variantda cavabı düzgün tapa bildinsə, ki bu biraz çətin olar, amma ehtimaldırsa, bu həqiqətən də möhtəşəm bir şey olardı. Və bir qaydaya da üstünlük verək. Bu risk gözlənilən bir şeylərdən biridir. Düzdür, tam düşəcək demirəm, amma riskli olan bir şeylərdən biridir. Xüsusən də bilirik ki, imtahanlar, şagirdlərin, müəllimlərin gözdən qaçırdığı şeyləri salmaqla bilinən bir sistemdir. Bu yeni ikinci hissə topları qaydalar salırlar. Antonimlər, sinonimlər, qaydalar deməyək, yeni test formatları deyək. Yeni test formatları salırlar. Sinonimlər, antonim sözlər saldılar.
və fikir verdinsə artıq yeni çox test modelləri var idi, yeni çox sözlər var idi, yeni çox şeylər var idi. Və istər-istəməz biz gördük ki, orada yeni sözlər varsa, böyük ehtimalla oradakı sözlərdən birini gətirib salacaqlar. Ona görə dostum, dediyim budur. Açırsan sinonim, antonim bölməsini sərbəst bir şəkildə işləyirsən. Hansı sözü bilmədinsə, alırsan bir dənə 100 vərəqlik bir dəftər, başlayırsan o dəftərə sırf bilmədiyin sözləri yazmağa. Yazdın, tərcüməsini yazdın, yazdın, tərcüməsini yazdın. Əlavə 5-6-cı sinif bildiyim sözlərlə, book, case sözlərlə vaxt itirməkdənsə, o bilmədiyin sözlərlə vaxt itirə bilərsən. Bir lüğət halına da gətirdim. 2-3 vərəqli bir lüğət oldu. İndi bəzi gözdən qaçdığım sözlər ola bilər. Yenə də sənin yazmanı tövsiyə edirəm. Yaxşı, bu sözlərdən bəzilərini deyim ki, sənin də nəzərində olsun və bu arada bu sözlər də dəftərinə qeyd et düşə bilər. İlk sözümüz starving, hungry, ac deməkdir. İkinci, recent, current, son zamanlarda deməkdir. Üçüncü, indigenous, local, yerli deməkdir. Provide, supply, təmin etmək deməkdir. İkinci, customary, adi deməkdir. Əlbəttə, bütün sözləri oxusam biraz çox vaxt gedəcəyini nəzərə aldım. Ancaq sözləri istəyirsənsə, açıqlamada WhatsApp kanalına qatılarsan, ora sözləri çalışacağım ki, gün ərzində atmağa çalışım. Yəni dediyim kimi, sinonim, antonim bölməsindəki sözlərə üstünlük ver, həqiqətən də düşməsi riskli olan sözlərdir. Xüsusən də ikinci hissənin 2023 modelinə, 25 modelinə yeni əlavə edilən sözlərə baxmağını istəyəcəm səndən. Mənim etdiyim başqa bir taktika da var. Sürət testləri işləmək. Vaxt qoyuram 2 saat, 3 saat, 2 saat, 3 saat boyunca ingilislə bir müəyyən mövzudan 800 və ya 1000 dənə test işləməyə çalışıram. Bunu əsasən Nərgiz Nəzəf 250 sınaq kitabından və 5555 kitabından edirəm. 250-ni bitirdim, bu aralarda 5500 kitabına da başladım. Hətta bir gecədə zaman dərsində 1360 dənə test işlədim. Bugün də artikel bəhsinə başlayacağam və artikel bəhsini bir təkrar etməyə çalışacağım. Yəni, əgər o kitablar yoxdursa, eybi yoxdur, topludan sürət testi edə bilərsən. Varsa da çox əla, çox möhtəşəm. Onlardan sürət testi edərək təkmilləşdirə bilərsən. Sürət testi zamanı çox dayanmağına ehtiyac yoxdur. Tez-tez bildiyini yazırsan, bilmədiyini ötdün, bildiyini yazırsan, yaza-yaza keçirsən və ən axırda qayıdırsan, bilmədiklərini yazırsan o zaman müddətinə bitirdiyinə qədər. Bu hər zamanda insanı motivə edən bir şey olur, çünki çalışmaların gözünün qarşısında olur. Ona görə dediyim kimi, sürət testlərinə də üstünlük ver. Bu da mənim yoxladığım taktikalardan biri idi. Və bəlkə də ingilis dilinin qəlbi deyəcəyimiz bir şeyə gəldik. Zaman bəhsini nə bahasına olursa olsun bilməlisən. Çünki bu il bizə deyildi ki, zaman bəhsindən ən azı 2 sual salına bilər. Yəni, bir də ola bilər, amma 2 sual salınacağı gözlənilir. Çünki bilirsən ki, zaman kifayət qədər böyükdür. İstər uzlaşması olsun, keçmiş, bitmiş, gələcək zamanlar olsun. Bunlar istər-istəməz çətinlik yaradan bir şeylərdir. Yəni, dediyim kimi, zaman bəhsinə çox üstünlük ver. Hətta deyərdim ki, bu videodan sonra əgər zamanın zəifdirsə, ged elə birinci zaman bəhsini öyrən. O birisləri öyrənməsən belə azı 2-3 suallıq zaman bəhsindən sənin müsbətin olacaqdır. Zamanlarda isə bu tip sual salacaqlar. Məsələn, hər tərəfdə and varsa, görürük məsələn 3 dənə söz yazıb variantlarda, hər 3 tərəf eyni zamanda olmalıdır. Keçmiş, 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 indiki, 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 gələcək, gələcək, gələcək. Əgər and varsa, hər 3 tərəf eyni zamanda olur. Bunu da kiçik bir qeyd kimi dedim, onu da not dəftərinə qeyd edərsən. Bir digər isə complete sentence sualı, yəni cümlə tamamlama sualı. Bu sualı, məsəl üçün, tutaq ki, işləyə bilirsən, cümlə sualını əladır, əla. Ancaq bir yoldaşlarıma deyəcəyim başqa bir şey də var, variantla işləməyi də bir yoxla. Məsələn, A-da deyir 4, 5, 7, 2, 3, 1. Get 4, 5, 7, 2, 3, 1 yerinə qoy. Gördün, məntiqli bir cümlə çıxdı. Ha, deməli, cavab oldu. Çıxmadı, keç o biri varianta. Bununla da cümlə sualını təkrar-təkrar özlüyündə işləyə bilərsən. Yaxşı, cümlə sualında başqa toxunacaq bir məqam nə olardı? Bir düsturumuz var, bilirsən. Mübtəda, xəbər başlamalıyıq, yəni. Məsələn, who does ola bilər. Sual cümləsi olsa does əvvələ keçəcək. Bunlara üstünlük verəcəksən. Bu düsturlara üstünlük verməlisən, mübtəda, xəbər axtarmalısan və çalış ki, bu sualı da variantla işləyəsən. Bu da sənə kömək olacaq bir şeylərdən biri ola bilər. Bugünkü videoda ingilis dilindən qrammatikadan nələr etməliyik, xüsusi qeydləri vurğuladıq, qrammatikadan necə təkmilləşdirə bilərik, necə qrammatikamızı möhkəmləndirə bilərik son 1-2-3 həftədə bu videoda bunu müzakirə etdik. Əminəm faydalı bir video oldu. İzlədiyin üçün sənə təşəkkür edirəm. Əgər abituriyentlərlə bağlı WhatsApp kanalımız da var. Ora günlük şəxsi inkişaf motivasiya cümlələri, sorğu anketləri keçirirəm. Və ora qatılmaq istəyirsənsə, səni də ora gözləyirəm. Açıqlamaya link qoydum, qatıla bilərsən.
Və bugünkü videomuz bu qədər idi. Əminəm sənə faydam dəydi. Əminəm qeyd etdiyin notlar bir gün sənin işinə yarayacaq. Sağ ol. Salamat qal.